ətrafımızda dostlarımızı və ya münasibətlərimizi seçərkən tez-tez qeyd edirik ki, toksik münasibətlərdən qaçmaq istəyirik və ya avtomobil alarkən onun hər tərəfli öyrənməyə çalışırıq ki, bunun mühərrikin gücü nə qədərdir, neçə yerlikdir və s. Amma bir çox hallarda və müşahidələrimizə əsasən təəssüf ki, bir çox hallarda biz ətraf mühitə, iqlimə və ümumiyyətlə bəşəriyyətə təsirimizlə bağlı kifayət qədər məlumatlı deyilik. Dayanıqlı inkişafa nail olmaq üçün istehlakçıların və fərdlərin bu prosesdə müsbət töhfəsi və iştirakı vacibdir. Lakin bu mövzu ilə bağlı ətraflı danışmazdan öncə istərdim izah edək ki, dayanıqlı inkişaf nədir? Birləşmiş Millətlər Təşkilatı dayanıqlı inkişafı bu cür izah edir. Gələcək nəsillərin öz ehtiyaclarını ödəməsinə təhlükə yaratmadan bugünkü nəslin öz ehtiyaclarını ödəyə bilməsidir. Lakin hazırki vəziyyət kifayət qədər kritikdir. Nəinki gələcək nəsil, hətta indiki nəsil öz ehtiyaclarını ödəməsi baxımından, iqlim dəyişikliyi baxımından, resursların tükənməsi baxımından, kirlənmə baxımından kifayət qədər ciddi problemlərlə üz-üzədir. Bu zaman sual yarana bilər ki, qlobal istər karbon emissiyaları olsun, resursların kritik səviyyədə istifadəsi və yaranan digər problemlər fərdlərə nə dərəcədə aiddir? Çünki burada şirkətlərin rolu daha çoxdur. Bu tamamilə doğrudur. Çünki fərdlərə nisbətən şirkətlər hansı sektorda olmasından asılı olmayaraq resursların su, torpaq, elektrik enerjisi və eyni zamanda karbon emissiyalarının yaranmasında və resursların istifadəsində ən böyük iştirakçıdırlar. Məhz bu səbəbdən BMT-nin qlobal sazişi və Beynəlxalq Maliyyə Fondu 2004-cü ildə Who Cares Wins adlı bir hesabatı ərsəyə gətirir. Və bu hesabatda beynəlxalq maliyyə institutları maliyyə qurumları üçün ətraf mühit, sosial və idarəetmə prinsiplərini təqdim edir və bu prinsiplərə əməl edərək şirkətlər, istehsalçılar ətraf mühitə verilən mənfi təsiri minimuma endirməyin yollarını təqdim edirlər. Lakin burada belə bir sual var. Əgər şirkətlər, istehsalçılar bu prosesdə, yəni emissiyaların, tullantıların olmasında ən böyük oyunçudurlarsa, bəs o zaman fərdlərin və istehlakçıların rolu nədir? Belə ki, IPCC BMT-nin iqlim dəyişikliyi üzrə hökumətlərarası panelinin belə bir statistikası var ki, qlobal karbon emissiyalarının 65-70%-ni gündəlik istifadə olunan məhsullar təşkil edir. Məsələn, Amerika Birləşmiş Ştatlarına baxsaq, orada ümumdaxili məhsulun təxminən 2/3-ni qablaşdırılmış istehlak malları təşkil edir. Bura qida, qablaşdırılmış qida, geyim, təmizlik vasitələri, kosmetik vasitələri və digər uşaq oyuncaqları və digər vasitələr, məhsullar bura daxildir. Və məhz bu səbəbdən bir fərdlər olaraq və istehlakçılar olaraq bizim bu prosesdə kifayət qədər məlumatlı olmağımız mühüm rol oynayır. İstehlakçıların bu prosesdə rolu deyəndə söhbət nədən gedir? Bunu izah eləsək, ilk öncə verdiyimiz qərarlarla bağlı, yəni gündəlik alış-veriş qərarları olsun, seçdiyimiz şirkətlər olsun, o istehsal prosesləri ilə bağlı məlumatlı olmağımız və ümumiyyətlə bir fərd olaraq bizim ətraf mühitə təsirimizi dərk eləmək, bunu müəyyən eləmək burada kifayət qədər vacib rol oynayır. Konkret misallara baxsaq, yəqin ki, hər kəsin evində və gündəlik plastik qablardan istifadə edirik, düzdürmü? Və bu plastik qablar artıq bizim bir qida zəncirimizin bir hissəsinə çevrilib. Necə? Deyək ki, plastik qablaşdırmanı və ya qabları istifadə edirik. Ondan sonra onlar bir dəfəlik olduğu halda artıq son halda tullantı vəziyyətinə gəlir, düzdürmü? Bu tullantılar artıq bir araya toplandıqdan sonra və ya torpağa, suya atıldıqdan sonra
Onların tərkibindəki kimyəvi maddələr və mikroplastiklər artıq torpağa, yeraltı sulara, dənizə, çaylara, okeanlara qarışır və həmin torpaqda yetişən istər bitkilər olsun, meyvə-tərəvəz olsun və sularda yetişən bizim istifadə etdiyimiz balıq, digər dəniz məhsulları olsun, onların tərkibinə daxil olur və beləliklə bizim artıq qida zəncirimizə daxil olmuş olur və nəticədə bu tullantılar nə qədər inanılmaz olsa da bizim orqanizmimizdə dolayısı yolla daxil olmuş olur. Başqa bir misala baxsaq, təxminən 35% mikroplastiklər sintetik geyimlərin yuyulması nəticəsində və belə deyək də evdə istifadə etdiyimiz paltar yuyan maşınlarda həmin geyimlər yuyulur. Daha sonra həmin su, çirkab suyu axıdılır və nəticədə dənizə, okeanlara və ya texniki emal olunmadığı halda bu artıq yeraltı sulara qarışır və s. və yenidən artıq onlar bayaq qeyd etdiyim kimi ekosistemə daxil olmuş olur. Növbəti qeyd etmək istədiyim misal PFAS-la bağlıdır. PFAS bu sintetik kimyəvi birləşmənin qısaltmasıdır. Təəssüflər olsun ki, bu kimyəvi birləşmə ilə bağlı və onun neqativ təsirləri ilə bağlı cəmiyyətdə məlumatlılıq aşağı səviyyədədir. Məlumatlığın aşağı səviyyədə olmasına baxmayaraq, bizim hər birimiz gündəlik həyatımızda bu PFAS-ın olduğu məhsulları istifadə edirik. PFAS-a ədəbiyyatda əbədi kimyəvi birləşmələr də deyirlər və PFAS-ın özəlliyi ondan ibarətdir ki, o istiyə, ləkəyə, yağa qarşı dözümlü olduğuna görə məhsullarda bundan geniş istifadə olunur. Məsələn, idman geyimləri olsun, hansı ki suya dözümlüdür və ya su keçirməyən üst geyimləri olsun, artıq bizim gündəlik həyatımızın və həyat tərzimizin bir hissəsinə çevrilmiş kənardan yemək sifarişində istifadə olunan qablaşdırmalar olsun, pizza qutuları olsun və ya kosmetik vasitələrin tərkibində istifadə olunur. Eyni zamanda sənayedə yanğın söndürmə məhsullarının bir tərkib hissəsidir və ən əsası evlərimizdə, mətbəximizdə istifadə etdiyimiz teflon, yapışmayan qazanlar və qablardır. Gördüyünüz kimi PFAS-ın özü ilə bağlı bəlkə də bunu ilk dəfə eşitsək belə, amma tərkibində PFAS olan məhsullar artıq çoxdan bizim həyatımızın bir hissəsinə çevrilib. Sual yarana bilər ki, burada təhlükəli olan və qorxulu olan nədir? Ən böyük problem odur ki, dediyim kimi bu əbədi kimyəvi birləşmədir və təbiətdə bu kimyəvi birləşmə yox olmur. Ən qorxulu tərəflərindən biri odur ki, bu artıq içməli suyun bir hissəsinə daxil olub və torpaqda, sularda bu yaşayır və bunun fəsadları artıq ciddi şəkildə hiss olunur. Məsələn, qaraciyər çatışmazlığı, xərçəngin kütləvi şəkildə artması, ürək-damar xəstəlikləri, problemli hamiləlik, hormonal dəyişiklik və s. Hətta yüksək xolesterol da bura əlavə eləyə bilərik. Təbii ki, yəni kimsə sağlam həyat tərzi yaşamırsa, onun üzləşdiyi tibbi problemlər birbaşa PFAS-la əlaqəlidir deyə bilmərik, amma PFAS-ın bu prosesdə mənfi təsiri və töhfəsi kifayət qədər böyükdür. Avropa Birliyində artıq bunun məhdudlaşdırılması ilə bağlı müzakirələr gedir və 26-27-ci illərdə artıq bunun qadağan olması gözlənilir. Təbii ki, sənayedə istifadəsi davam eləyəcək, çünki aviasiya sahəsində bundan geniş istifadə olunur və digər sektorlarda. Növbəti qeyd etmək istədiyimiz fast fashion-la bağlıdır. İndi markaların adını çəkmək təbii ki, düzgün deyil. Amma gəlin baxaq, təbiətdə ən maksimum 4 fəsil var, düzdürmü? Amma fast fashion-ın gəlməsi ilə birlikdə 52 mikrofəsil formalaşdı. Dolayısıyla bu markalar 52 mikrofəsilə uyğun geyimlər, kolleksiyalar və qarderobumuzda olan məhsulları təqdim etməyə başladılar. Alış-veriş etdiyimiz zaman təbii ki, insan özünü xoşbəxt hiss eləyir. Yəni qısa müddətli də olsa müəyyən bir
həzz almış olur. Amma bunun gəlin ətraf mühitə və ümumiyyətlə yer planetinə təsirinə baxaq. Məsələn, bir tişörtün istehsal olunmasına, hazırlanmasına təxminən 2 tonun üzərində su istifadə olunur. Dolayısıyla bizim qarderobumuzda 10 tişörtün olması deyə bilərik ki, sevindirici haldır, amma bunun ətraf mühitə təsir perspektivindən bu məsələyə baxdığımız zaman bu 20 tonun üzərində suyun istifadə olunması, hətta mən deyərdim israf olması deməkdir. Və bu məsələdə, yəni alış-veriş qərarlarını verərkən 2 dəfə düşünməliyik ki, bizim ətraf mühitə vermək istədiyimiz təsir necə olmalıdır. Gəlin bir məqama baxaq. Biz ətrafımızda dostlarımızı və ya münasibətlərimizi seçərkən tez-tez qeyd edirik ki, toksik münasibətlərdən qaçmaq istəyirik və ya avtomobil alarkən onun hər tərəfli öyrənməyə çalışırıq ki, bunun mühərrikin gücü nə qədərdir, neçə ellikdir və s. Amma bir çox hallarda və müşahidələrimizə əsasən təəssüf ki, bir çox hallarda biz ətraf mühitə, iqlimə və ümumiyyətlə bəşəriyyətə təsirimizlə bağlı kifayət qədər məlumatlı deyilik. Məlumatlı deyilik dedikdə nəyi nəzərdə tuturam? Yəni fərdlər olaraq tullantıların azaldılmasına bizim müsbət təsirimiz. Bu necə ola bilər? Məsələn, daha az qablaşdırılmış məhsullardan alınması, onların istifadəsi, eyni zamanda həyat tərzimizə müəyyən dəyişikliklər edərək, məsələn, fast fashion-dan yayınmaq və daha uzun müddətli, daha uzun ömürlü geyimlərin alınması və onların istifadəsi. Biz tullantıların azaldılması prinsiplərinə baxsaq, ilk prinsip bu tullantıların yaranmaması və ya istehsal olunmamasıdır. Dolayısıyla biz istehlakı minimuma salmaqla istehsal prosesinə də öz təsirimizi göstərə bilirik və hər hansı bir məhsul istehsal alınmırsa, o dolayısıyla tullanmır və tullantılar bu yolla azalmış olur. Bir çox hallarda şirkətlər greenwashing-dən də istifadə edirlər. Məsələn, biz deyək ki, hər hansı bir marketdə alış-veriş etdiyimiz zaman üzərində yaşıl loqotip varsa və ya onun qablaşdırılması yaşıl rəngdədirsə, avtomatik olaraq beynimizdə belə bir assosiasiya yaranır ki, bu məhsul çevrəyə faydalıdır və ya eco-friendly dediyimiz məhsuldur. Amma bu da bir çox şirkətlərin greenwashing olaraq istifadə etdiyi metodlardan birisidir və əslində istehlakçıların məlumatlı olması həm də bu problemi aradan qaldırmış ola bilər və hansı şirkətlərin greenwashing-dən istifadə etməsi, hansı şirkətlərin həqiqətən ətraf mühitə müsbət təsirinin olması və ya mənfi təsirinin olmamasını ortaya çıxarır. Və sonda yenə də dayanıqlı inkişafın tərifinə, izahına qayıtmaq istəyirəm. Gələcək nəsillərin öz tələbatını ödəməsinə təhlükə yaratmadan bugünkü nəslin öz ehtiyaclarını ödəməsi, biz bugün fərdlər olaraq, istehlakçılar olaraq düzgün qərarlar vermiriksə, həm resursların istifadəsi ilə bağlı, həm bizim ətraf mühitə, çevrəyə təsirimizlə bağlı, o zaman həm öz resurslarımızı, öz ehtiyaclarımızı, həm də gələcək nəslin resurslarını və onların gələcəyini təhlükə altına atmış oluruq.